Salam. 10-cu günə xoş gəldiniz. Uşaqlar mənə çox qorxulu bir şey verdilər. Belə nə qədər dedim istəmirəm, verdilər. Özü də istidir. Mən nəsə çox soyuq olmasa içə bilmərəm onu. Uşaqlar çox pis kalabalıqla belə vəziyyətdə gedirik Mısır çarşısına. Uşaqlar burada hər hafta baş bizə çay verirlər. Çay içməkdən öldüm. Çok teşekkür ederim. Antikorona çayı. Antikorona çayını göstereyim size. Bakın. Ya şunu neyse. Nerede kırmızı? Geldiğinde çok random bir yerde lahmacun yemeğe. Bəli dostlar. Bir yerdəsiz. Birlikteyik, bəli. Çok gerginim. Çünkü əfsə deyiləm. Buranın kim tikib? Buranı açığı benim ulu babam tikibdi ama gizlədirəm. Əziz izləyicilər, indi Gülhane Parkındayıq. Baxın mənzərəyə. Necədir? Əla. Əntiqədir, hə? Bəli. Əziz izləyicilər, indi Ayasofya'ya çatdıq. Onu şeydi, Sultanahmet'də. Baxın, buradan görünür Sultanahmet. Bəli, bunlar hamısı mənim memarlıqlarım. Babamın. Babamın çaşdım. Uşaqlar, bu 537-ci ilə aiddir. Bizans imparatoru tikdiribdir. Sonra da 1453-də Osmanlı Sultanı 2. Mehmet bura məscid edibdir. 1935-də də Mustafa Kemal Atatürk buranı şey edibdir, muzey. Biz də gəlib gəzirik. Bir yerdəsiz. Gelemiyorsun, gelsin. İndi gəldik Sultanahmetə. Oyda güneşdə özümü görmürəm. Buranı da Sultan Ahmeti 1609-da Osmanlı Sultanı 1. Əhməd tikdiribdir. Və mavi cami də deyirlər içinə görə. Belə. Uşaqlar dondurma yeyirik. Məndə böyürtkəndir, bir də şokolad. Məndə limonla karamel. Deməli, indi gedirik Topkapı Sarayına. İstanbulun fəthindən sonra Fatih Sultan Mehmet tərəfindən tikilibdi. Hardasa 400 ilə yaxın ya da ondan çox saray əhalisi falan orada yaşayırdı. Amma sonradan Dolmabahçeyə keçiblər. Bu qədər. Dadanım arasına qalıb. Oradan. Uşaqlar, kefmə soğan doğradılar. Çünki 5:30-da bağlanırmış. Girə bilmədik. Həqiqətən çox pisəm. Dostlar, indi Viyana kafesindəyik. Biraz istirahət. Ondan sonra görək nə olur. Uşaqlar, baxın, bu yeni camidir. Hə, yaxşı, orada səhv yazılır. Cahil. Uşaqlar, biz Leyla ilə dəqiqədə bu qarğıdalı iyini görüb deyirik ki, ay Allah, qarğıdalı iyisi vurdu. Prost belə yemək istəmirik də tomatın içində. Amma artıq dözə bilmədik və qarğıdalı aldıq. Uşaqlar, deməli Gəncəyə, Üsküdar'a gəlirik də mən Leyla'ya görə Boston'a gedərik. Sadəcə mən az. Uşaqlar, telefonum sönmüşdü. Üsküdardayım, artıq bitirmişəm, amma tost yedik. Çox dadlı idi, dəhşət dadlı idi. Uşaqlar, artıq bugün də bitdi. Evə gedirik. Uşaqlar, evə gedəsi olmadıq. Gizlincə Səmagilə gəlirik və xəbərləri yoxdur ki, biz onlara gəlirik. Yəni, salam. 11-ci günə xoş gəldiniz. Bugün 100 ildir görüşmədiyim köhnə sinif yoldaşım Ruxsara ilələm və akvariuma gedirik. Artıq akvariumdayıq, giriş elədik. Elə bilirdim 7-də bağlanır, 8-də bağlanırmış. 1 saat vaxtımız var. Bu qədər. Gör necə qəribə şeylər var. Balığa baxın, ölüb elə bil. Bu da tərpənir. Çox qorxulu. Baxın, nə boydadır. Dəhşət. Altı balığı. Olmuyor. Bunlara baxın, bunlar balıq deyir. Çox qorxulu, nətən ki burada o yerində biləyirlər. Burada gəmiyə oxşatmaq istədikləri bir yer var və burada ay söndü bu. Neyse, boş verin.
baxın. O biri hardadır? Çox kediləri. İndi gəldik. Pinguinlərə baxmağa. Səslər çox yaxınlaşdırsınız. Heç görmədim Çox sevdiyim bir heyvandır. İndi də Amazon yağmur ormanında olan heyvanlara, canlılara baxmağa gedirik. Marsıqlar müddətli qorxduğum piranalar taxtdan, baxın. Amma əslində içində də qorxu göstərirlər. Akvaryumdan çıxmışıq. Özüm bir şalvar almışam, onu boş verim. Burada çox dəhşət bir şey yapmışam. Məsələn, bunu mütləq alacağım. Oturları sizə göstərəcəm. Uşaqlar, bura gələndən xərcləmədiyim pulu burada xərclədim. Dözmədim, gəldim bu burun yonanından yenə almağa. Çünki dəhşətli bir şeydir. Yəni, mən belə şeylər görəndə özümü itirirəm. Bəli, artıq McDonald's-dayam. Çox acımışam. Burada doba-doba menü nəsə belə bir şey var. Bakıda olmayan bir burger çeşididir. Bunu denəyəcəm. Uşaqlar, artıq Samagildəyəm, evə getmədim və taksiyə 100 pul getdiyi üçün o qədər mutsuzam ki, çox pisəm. Nəysə bu qədər. Uşaqlar, bugün də belə bitdi. Artıq evə gəlirəm.